Salam. Alacalı soyulmuş badımcanları duzlayıb 20 dəqiqə gözlədirəm. Pomidorların içini çıxarıb blenderlə əzirəm. Yuyulmuş badımcanlara və bibəri bitki yağında qızardıram. Qovrulmuş soğanın üzərinə əvvəlcə əti əlavə edib bişirirəm. Sonra isə üzərinə çəkilmiş pomidoru əlavə edib yağa düşənə kimi bişirirəm. Piltədən götürdükdən sonra üzərinə damaq dadına görə ədviyyatlar və doğranmış reyhan əlavə edirəm. Pomidor və bibərə yüngülvari duz səpib içli yığıram. Dolmalar hazır olduqdan sonra formaya yığıb, üzərinə yüngülvari duz səpib yağ çəkirəm. Və üzərini islaq yağlı kağızla örtüb, öncədən isədilmiş 220 dərəcəlik sobada kağızla birlikdə 30 dəqiqə, sonra isə kağızsız 10 dəqiqə bişirirəm.